Akşama xeyir canım. Akşama xeyir canım. Perdeden salamlar, sağ ol. Herkese sağ ol. Sıkımet, salam, güzel ana. Tez grip olmak, ayakların ağrımağı nedendir? Özün sual ver kalbine. Gili güzarın var mı? Barışmamağın var mı? Kınamağın var mı? Hamısı gıybetin var mı? Birinin ardınca danışmağın var mı? Bunlardan doğulur. Russer. Ama siz Güneşli'de kalırsınız. Yok ne? Ben Gəncədə. Aysel, sizi o kadar səbirsizliklə gözləyirəm. Can. Ben Güneşli'de kalmıram. Ben Gəncədə yaşayıram. Kiməsə fırqlaşaya getdi, əlimdəydi, bağışlayın. Axı, mən sizi Güneşli'də görmüşəm axı. Havaq görürsən ürəyim. Havaq görürsən, nəinki Güneşli. Mən artıq 8 ildir, Bakı tərəfə yolum olmuyor. Hardan gördün mən? Əliyeva xala, sənin işimin mahiyyəti nədir? Valla gərək onu dinləyib. Deyir. Nətər deyir, qoy görüm onu. Anlayana milçək səsi saz olar. Anlamaza zurna, qabal az olar. Çox kəsdə olmaz o məharət ki, bax bu məntiqli, ibrətli, təlim verici, hikmətli sözlərə verə qiymət. Otu dinlə, arifsən. Kişilər niyə söyürlər? Bunun bədəli necə olacaq? Veysel kişi var, 90 yaşında qocalar evinə gedir. Bax. Düzdür, ata hər halıyla atadır. Atanı qovmaq, ataya qarşı çıxmaq, Allaha qarşı çıxmaqdır. Amma sonu belə bir halla qarşılaşmaqdır. Dünən mənə, sən demə bu qonşuluqda, həm də simsardır bu mənim həyat yoldaşım tərəfə. Onun elə bil burada yaşayan adamın bacısı Veysel'in birinci arvadı olur. Döyüv, söyüv, ona elə işgəncələr verib ki, o molla, elə işgəncələr verib ki, bir oğul, bir qız. Qucağında artıq məcbur olub ondan boşansın. Bax, belə kişilərin Veysel kişi kimi sonu var. Ya ora, ya da xəstələnib yatağa, ya da birbaşa qəbirstanlığa. Acı həqiqəti deyirəm, heç nə arzu eləmirəm, nə də heç kimə Allah Teala'dan belə bir qismət nəsib olmasın. Heç Veysel'in özünə də arzu etmirəm. Amma təsadüfən getdim, nədənsə söhbət düşdü, bazarlığa getmişdim.
Dediler ki bəs filan kəsin baldızını, bacısını ər olub o. O deyir bir qızı ki deyib ki ne evi versin, neyləsin? Bir otaqlı evdə yaşayır, ailəsidir, uşağıdır. Yəni evində baxım deyib də. Bax Veysel kişi kimi sonu belə urvatsız olacaq. Belə kişilərin məsləhətinə şükür. Ema xanım, uşaqların səhvi valideynlərini incitməyi kimin səhvi? Valideynin öz səhvidir. Biz bunu anlamamışıq bugünə qədər. Səhvi uşaqda axtarmışıq, amma deyil. O bizim səhvimizdir. O bizim səhvimizdir. Uşaqlarımızın bizim üzümüzə ağ olması, bağırmışıq, bağırırlar. İnce şəkildə izah edə bilməmişik, onlar da göbur şəkildə bizim cavabımızı verirlər. Vəssalam, öz səhvimizdir. Xoş gəldin Azadə. Xoş gördük Yema xanım. Necəsiz? Nə tərsən? Çox sağ olun. Siz necəsiz? Yaxşılıqdır, şükür yorğunam. Bugün özüm başımı iş açmışdım. Niyə? Xəmir xörəyi aldım əlimə bugün. Özümə söz vermişdim ki bugünlər özümü yormuyum. Amma yordum. Olur, bəzən olur adamda elə. Hə, siz deyirsiniz. Hə, nə bilim, elə özüm elə heç valla ehtiyac da yox idi. Elədim, amma yoruldum yaman. Nə elədiniz? Şirniyyat yoxsa? Yo, mantı beynimə düşmüşdü. Hə, nuş canınız. Ha vaxtdan da istəyirdim, amma o biraz uzun dərədir də, bilirsən onu. Bir kəs, pük, yığ, yağla qoy, belə. Yaxşımasın. Hə, nəysə. Nuş canınız. O da bir, necə deyim, belə havalarda adamın ürəyi istəyir də. Yox, çoxdan da pükürdüm. Sarmasını eləyirəm, o rulet kimi. Amma bir pükmürdüm. Adı mən o rulet kimi eləməmişəm. Yaxşı çıxır o Yema xanım. O gözəldir. Elə bir qəşəng bir dənə yayırsan, ətini soğan çayla zatla da belə bir kiftə iri bir. Yaydın, bir dənə də iri kartoşkanı çırpqadan hər yerindən belə keçirirsən, duzluysan, tutursan, sonra da pükürsən, yumurlayıb qaba qoyursan, pişir. Özün qabı var da mantı. Bəli, bilirəm. Mən də eləyirəm Yema xanım onu. Ancaq o biri var ki, balaca belə şəkər buralar kimi, o biraz adamı yorur. Ancaq son vaxtlar o kazakları da deyəsən, onların videosuna baxanda qızılgül formasında belə qəribə bir iri, çox da qoyuram belə. Onda da qəşəng olur. Ancaq görmüşəm belə pükmə kimi eləyirlər, o da qəşəng olur. Ancaq prob eləməmişəm onu. O siz deyən kimi, rulet kimi. Onu mənim həyətimdə o ki, Meksiki türklər. Bəli. Bunlar öyrətmişdim. O zamandan bilirəm, elə qazanlarımı da onlar alıb gətirmişdilər. 2 dənə də saldırmışdım. Amma birini hədiyyə verdim, birindən iri tək işləyirəm istəyəndə. Hə, məndə də var onun alüminiumdan, ancaq nirjavikası biraz bahadır. Hə, alüminium dadda eləyir. Hə, alüminiumundan var məndə də, 3 mərtəbəli. Hə, 4 bilirəm. Məndə 3-dür. Yox, 4 dənə qaldı. Amma birini... Ancaq çox dadlıdır Ema xanım, çox qəşəngdir, dadlıdır. O əziyyətdir. Hə, nuş canımız. Sarma hasaddır. Rast elədin, attın, amma o bir o pişmək. Biraz çətindir, amma onun da öz şeydir də. O bir çətindir Yema xanım. Mən o Qazaq mətbəxinə baxmışam, Qazaqlarda da. Onlarda belə iri kişilər oturur, onların axı ən sevdiyi yeməklərdir. Onu xırda eləsən çatdırmaq olmaz da. Balaca ruletlər kimi belə, necə deyim, çox iri yox, balaca ruletlər fasonu görmüşəm, ancaq prob eləməmişəm. Yəni asanlı nədir? Tez həll olan da. Məncə dadlı olar. Özdə quyruqla satma. Neysə. Kişilər niyə söyür? Necə olacaq axırı? Dedim də axırı. Sən demə bu Veysel kişinin birinci arvadı bizim bu həm də simsardır. Bacısının əri olub. Hələ onları tapanmamışam. Belə Allah nəsib etmir bir
sorğu sual eləyim. O dedim bir molla cavan oğlan gəldi qaynım rəhmətə gedəndə 40-ında heç çağırıb eləməmişik. Bir də gördüm qapını döyür. Deyir gəlmişəm mollayam deyir. Onun oğlu da Kazıvıcı. Hə, Deyirəm ki nəyə gəlibsən deyir. Yası bağlamağa. Deyirəm nə ilə bağlayacaqsan. bəli. Və budur. Nə deyirlər Ema xanım? Onun haqqında nə Bu deyirlər? qadına o qədər zülüm edib. Öz yoldaşına. Öz yoldaşına o kişi o qədər onu döyüb, o qədər onu söyüb. 2 uşaqla axırda qadın canını qurtarmaq üçün bundan boşanır. Ay. O 2 uşağa da iştat vermir. Ema xanım, burada indi mən oxuduqca baxacağam. Burada Aliyeva deyir ki, xala müdrik adamsan. Mən qadınam və qadınlardan xoşum gəlir. Mən də elə bildim ağıllı bir söz yazmısan Aliyeva. Müdrik adamsan sözü məni cəlb elədi. Davamını oxumaq istəmirəm. Yəqin kim oxuyubsa indi özü oxuyar. Bu süfrəyə yaraşmır o. Ancaq ki o söz mənim çox xoşuma gəldi ki, müdrik adamsan nə mənada. Bilirsiniz Ema xanım, bəzən məsəl üçün mən orta yaş, üzü yaşlılığa gedirəm də. Mən məsəl üçün yaşlılara tərəf danışardım. Ancaq ki sizdə nəyi bəyənirəm Ema xanım? Bəzən insanların gözünə pərdə çəkilir. Tutaq ki o yaşlıdır. Biraz da yazıq sifətində durur orada. Məsəl üçün mənim də atam olub, anam olub. Məsəl üçün mən yaşlılara tərəf, yəni əks danışmaq istəmirəm də. Mən özüm də indi o yaşdayam. Ancaq bəzən yaşlılıqdan sui-istifadə eləmək olmaz. Bu süfrə acı həqiqəti açıqlayır. Burada heç kim yaltaqlanmır, heç kim təriflənmir. Tərif sevilmir burada. Görürsən, mən söhbət edirəm, səhvlərini denəməni. Mən səhvçi gəlməmişim. Bəli. Çox O yaşda, bu başda o adam ora çıxırsa, deməli bunun harda nə deyir Quran? Bir kəlmə söz deyil, bircə kəlmə. Sizin başınıza gələn müsibət öz əməllərinizlə qazandığınızın əvəzidir. Adam başına müsibət gəlib də bu yaşda, bu başda çölə düş. Millətin qabağına çıx ki, məni oğlum, qızım atıb qəbul eləmir. Müsibət bundan böyük müsibət olur. Bundan böyük qiyamət olar. Bəli. Ancaq Ema xanım, mən o bəyin tam səsini də eşidə bilmirəm. Mənə elə gəlir o özü orada otura. Mən tam orada onun danışığını da eşitməmişəm tam. Qızının danışığını eşitmişəm, oğlunun danışığını eşitmişəm. Nəsə qarşıma çıxmayıb. Mənə elə gəlir o özü öz səhvini anlayır, o oturuşunla, o baxışından. Elə bil gözünün önünə o lent kimi gəlib keçir. Hiss edirəm ki, onun özündə Valla onu çox zalim, mən o oğula pravdanya qazandırmıram ki, atanı çölə atıb. O da atılacaq. Bəli, bəli. O da atılacaq. Mən heç birinə, necə deyim, Tərəf durmursunuz. tərəf qazandırmıram mən onlara ki, sən düz elibsən, sən düz elibsən. Bəli. Amma kişi çox zalim insan olub, dedilər dünən bunu mənə. Yaxın adamları, yaxın qonşular. Şükür məsləhət. Amma daskanar nələ söhbət eləməmişəm. O həmin qadının bacısını, o qadının qızınla gərək görüşəm. Özü deyir, xəstədir və bəlkə də getdim ora. Bilmirəm. Bəlkə də getdim, amma məni tanıyan orada qonşuluqda, onların qonşuluğunda adamlar var ki, deyir, Maxala deyir, o müsibət deyir, işgəncə verirdi o qadını. Bu suala gəldi. Skumen deyir ki, kişilər niyə söyürlər? Bunun bədəli necə olacaq? Deyirəm, Veysel'in axırı kimi. Ev xanım, tutaq ki, məsəl üçün, siz deyən kimi də belədir. Bu evlatları Allah tərəfindən elə bil ki, evlatlarının əli ilə verilən cəzadır da bu kişiyə. Yəni, bu evlatları olmaz ki, məsəl üçün, bağışlasınlar. Azadə, nə deyir İncildə? Sanmayın, mən yer üzərinə sülh gətirməyə gəldim. Mən yer üzərinə sülh deyil, qılınc gətirməyə gəldim. Mən atanı oğuldan, qardaşı qardaşdan
ananı baladan, qaynananı gəlindən və s. ilaxır ayırmağa gəldim. Budur da. Bəs bu yaşanmasa Veysəldə, bunu və yaxud Əlidə, və yaxud məndə, səndə, bəs bu yazılar nə ilə öz təsdiqini tapar? Amma buna rəğmən bunun altında yatan bizim öz səhvlərimiz olur. Başa düşdünmü? Bir dənə yasa taksi qoyurlar, taksi. Yasa aparmağa. Görürsən, o boyda qazandın, içində özün oturanmadın. Budur. Bəli, bəli. Acını deyirəm, mən ona nə... Ancaq ki bir şey var ki Emma xanım, çox qəribədir ki, məsəl üçün televiziyada o televiziyaya baxanda insanın ona yazığı gəlir. Ancaq onun içində Allah sizə bu dərrakəni, bu dünya görüşünü verib. Təşəkkür edirəm Allahıma ki, siz birinci gündən dediniz ki, görəsən nədən olub, nədən belə də olub. Mən dünən 45-dən qabaq, qoy dünən də deməyim, 25 il öncədən qabaq desəydilər, mən də ona yazığım gəlir. Bəli, və onu demək istəyirəm. Amma indi gəlmir. Deyirəm, harada səhv eləyirsən ki, sən o günə düşürsən. Mən özüm, niyə uzağa gedirsən ki? Evdə uşaq səsini ucaltdım ha, Allah'a sual edirəm, mən harada səhvə yol vermişəm, mən səhvimi izah elədim, mən bunu yaşamaq istəmirəm, axı o səhvimi etiraf edin. Mən nə demişəm? İt oğlu idi. Yadından çıxıb bu söhbət. Bəli. Bunu da severək demişəm, bu bizim ağzımızın şirin sözü olur. Dədədən də eşitmişəm, deyir o, əmidən də eşitmişəm, hamıdan eşitmişəm bunu, qulağımda sırğa kimi, mən də demişəm. Bu səhvdir. Burada nəyə əkirik, onu da biçib dadırıq. Adam burada, indi mən birini bilirəm. Bəlkə bu elə başqa bir şeyləri də olur. Emma xanım, keçən dəfə qarşıma çıxıb elə bu TikTokda bir qadın səsidir, özü görsənmir. Deyir ki, anam o qədər iki bacı ikimizə dedi ki, sizi qara yaylıq qalasınız. Nəsə belə bir, o qədər dedi, deyir ikimizin Bəli, belə. analar deyir də, deyirlər. Qara yaylıq, səni heç xeyir görmə, səni heç getdiyin yerdə bay olma. Belə anaların dili. Bilirsiniz, sevmədən yox, elə bir ki, nəsə adi bir şey... Adi bir şey kimi deyib analar. Deyirlər. Analar indi anlasa bunu deyər mi? Bəli, bəli. Bax belə. Harada qalmışsınız Emma xanım? Ali Babək, Emma xanım, uşaqların səhvi valideyni incitməyi kimin səhvidir? Birbaşa valideynin öz səhvidir. Valideyn uşağı, indi bizə bunu kimi anladıq ki, valideyn qışqıra bilir, düzdür, uşağı həddini də aşmağa qoymayacaqsan. Amma dediyin sözə də, ağzından çıxan sözə, baxışa, biz baxışlarla, məsəl üçün, tərbiyə almışıq. Böyüyün baxışlarında. Biz böyük olan yerdə səsimiz olmuyor. İndikilər adamın təpəsində gəzir. Niyə? Özümüz qudurdur. Özümüz qudurdur. Sonra da altından çıxanmırıq. Uşaq vaxtı veririk volyanı. Əzizim əziz, tərbiyəsi ondan əziz. Biraz da böyüyəndə başlayırıq, qəbul eləməyəndə artıq əski söz deyirik. O sözlərin də bədəli bizə yedizdirilir və deyilir. İnsan zəhərli ağac əkdiyini o zaman dərk etməlidir ki, bəhrəsini özünə dadızdırırlar. Bax, valideyn düzgün tərbiyə vermir, onu da özünə yedizdirilir, öz evladını. Emma xanım, bir də sizə söz deyim, mən neçə vaxtdır bunu öz qəlbimdə müşahidə eləyirəm. Bu 60-cı, 70-ci, qoy deyim 80-ci illərin gəncləri öz valideynlərinə elə bir ki, içində bir narazıçılıq var idi ki, valideynlərimiz bizə qarşı çox ciddidir, bizi çərçivəyə salırlar və döndülər uşaqlarını, başladılar elə bil özlərin, öz uşaqlıqlarının necə görmək istəyirlərsə, elə bir formada uşağa qarşı əyilmək istədilər. Ancaq indi anlayıram, belə qıraqdan seyr eləyirəm ki, o elə bir ki, bir valideyn tutaq ki, anası, atası ona qarşı tutaq ki, nəsə sədd qoyub ki, bunu belə eləmə, belə olmaz. Onu uşaqlara azadlıq verib. Ancaq indi anlayırlar ki, düzgün eləməyiblər də. Düzgün deyil, uşağı azadlıq demirəm uşağı.
İstediğini de yerine getireceksen, yeri gelende onu sevindireceksen, ne istiyor o. Ama çerçevede. Çok sağ ol. Sağ ol Samir. Çok sağ ol Aydola. Ama çerçeveni aşmak olmaz. Bəli. İndi görürsən, bir də görsən təbliğ eləyirlər ki, biz bugün uşaqlarımıza söz vermirik. Onlar savaq sözlərini deyə bilir, eşitdirlər. Böyüyəndən sonra hamı sözünü deyir. Yeri Deyir. gələndə Bəli. hər şey yerini tutur. Amma bugün biz uşaqlara həddindən artıq volə verəndə sonra onun kəndini dartmaq olmur axı. Olmur. Ancaq ki, Emma xanım, o yenə deyəcəm, sizin sözünüz olmasın, deyəcəksiniz ki, mənim sözüm deyil, azada bu yazılmış sözlərdir. Yəni bu aşıqların bu şeirlərində də var. Deyir, oğullar atanı, qızlar ananı, gəlinlər də qaynananı bəyənmir. Vaxt olur ki, istər-istəməz bu belə yazılıb. Yəni qızlar böyüyür, ya hardasa öz analarını bəyənmir. Məsəl üçün də olur da yeniyetməlik dövründə ki, yox, ana mən sənin kimi olmayacağam. Oğlan atanı bəyənmir, gəlin qaynananı bəyənmir. Yox, mən səndən daha yaxşı. Yəni bu həmişə olub, həmişə də olacaq, mənə elə gəlir. Yox. Elə dövr olur ki, Vəd edilən dünyada deyir, yetişdi müjdə ki, qəmdən nişan qalmayacaq. O cür ki qalmadı devran, bu cür də qalmayacaq. Rəqibə də tapılacaq bir bəhanə qalmayacaq. Heç kəsdə ürək zalımlıq qalmayacaq. Belə bir dünya qurulacaq. Nədən üstün? İnşallah, inşallah ki elə dünya qurulsun. Düzdür, işıq ucu görsənir, artıq görsənir. Ancaq bir ara tam itmişdi də. Belə bilirsiniz Emma xanım, belə şeylərdə televiziyanın təbliği də çox belə hərdən Zamana göre biz televizoru qanayanmarıq. Zamana göre onlar yaşanmalıdır. Məsəl üçün, mən adını çəkim elə, Rəfail Coşqunun bir ara bu tamaşaları hamı axınla gedirdi. İminli orada güya gülmək üçün, güldürmək üçün qaynanaları təhqiramiz yanaşırdılar, qız analarına təhqiramiz yanaşırdılar. Ancaq belə düzgün deyil də, nəsə düzgün deyil, təbliğat düzgün getmir. Ümumiyyətlə, qız analar... Mən onların xətrini çox istəyirəm. Həqiqətən çox istəyirəm. Amma pazaslugum onlar da cəzalanırdı. Anlamırlar, onlar cəzalandılar. Nə qədər o hündür olan əziyyət çəkdi. Bəli, tanıyıram, öz Sumqayıtda qalır o. Bəli, yəni onu arzu etmirəm. Amma nəyi əkirlər? Sən gülüş ustadlarının əksəriyyəti necə əziyyət çəkirlər. Dünyasını dəyişdilər. Nə bilim, məsləhətinə şükür. Məsləhətinə şükür, bəli. Onlar adam eşitirmək də istəmir, amma məsləhətinə şükür. Bizim istəməyimizlə deyil. Yaradan elə yaradı. Bugün mənə bacım bir qadın göndərib Instagramda. Yaşlı qadındır, çox belə nətər deyimi bu özünü elə bir şəkilə gətirib ki, dilə gətirib adam deyə də bilmir. O deyir, onun alnında gizli bir ad yazılmışdır. Böyük Babil dünyanın iğrəncliklərin